Xoş gördük əziz dinləyicilər. İranda son durum yenə də çox ağırdır. Çünki məhz 12 saatlıq zərbədən sonra İranın olan qalan bütün hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarıldığı görsənir. O mənada ki, artıq İsrail ordusu və Amerika ordusunun belki splitləri də, digər təyyarələri də artıq işə keçiblər və heç bir maniyə olmadan İranın istənilən ərazisini darmadağın edirlər. İkinci isə bilirsiniz, Xamneyi öldükdən sonra onun yerinə müvəqqəti Əlirza Ərafi adlı bir ayətullah keçdi və artıq Əlirzanın da məhv edildiyi barəsində məlumat var. Köhnə prezident olan Əhməd Necat xatırlayırsınızsa, onun da məhz İsraili yerlə yeksan eləmək şüarları daha çox idi. Onun da aradan götürüldüyü barəsində məlumatlar var və bəzi məlumatlar artıq təsdiqləndiyini deyir. İkinci isə xatırlayırsa, Azərbaycana ən çox təhdid edilən vilayəti vardı. Vilayətinin də öldürüldüyü barəsində məlumat var. Yəni proses ona doğru gedir ki, İranın bütün infrastrukturuna, ən qorxulu vəziyyət bu idi ki, İranın bütün infrastrukturu məhv edilir. Və birdən də maraqlı bir hadisə var ki, mən sizə dünənki çıxışımda bildirmişdim ki, bu günləri İranda doğrudan vəziyyət qarışıqdır və Sepahın içində Mossadın agentləri kifayət qədər çoxdur. Siz təsəvvür eləyin ki, dünənləri məhz Xamneyinin ölümü üçün yas tutan əhalini bəsic qüvvələri bəzi yerlərdə vurub dağıdıblar, öldürüblər, kənarlaşdırıblar. Yəni bunlar nədən xəbər verir? Bunlar ondan xəbər verir ki, Mossad məhz Sepah adı altında, yəni Sepah özü Mossad olaraq bugün İranda fəaliyyət göstərir və istənilən yerdə istənilən yeri vurub partlatmasını mən düşünürəm ki, onlar həyata keçirdilər. Bu mənada İran üçün çox ağırdır vəziyyət. Mən düşünürəm, nəyin bahasına olursa olsun artıq gecdir. Gec də olsa, amma Amerika ilə və İsrailə bir masaya oturmaq lazımdır. Çünki İranın heç bir müqavimət göstərmə imkanı yoxdur. Yəni İsrailə, Dubaya, Qətərə, Dohaya vurulan zərbələr, onlar inanın mənə mənasız zərbələrdir. Hə, ziyan verə bilərsən, amma bunlar hamısı hesablanıb və nəyin bahasına olursa olsun, heç olmasa İranı bu vəziyyətdə yalnız xilas etmək ki, gələcək günlərdə İran tamamilə darmadağın olmasın. Bu mənada nəhayət İran hökuməti oturub bir konsensus yaratmalı və demokratik bir islahata getməlidir. Yalnız və yalnız diktatorları demokratiya xilas edə bilər. Bunu yaddan çıxartmayın. Bütün xalqları yalnız demokratiya xilas edə bilər. Demokratiya olmayan ölkələrə Amerika həmişə girib və məhv edib. Yəni avtoritar rejim, diktatura rejimi hər an zərbə vurulmağa legitim hədəf olur. Təşəkkür edirəm diqqətinizə görə.